Biz gəldik, hər kəsi salamlarıq, 11-10 dəqiqəni göstərir. Bakı vaxtı ilə saat xəbərlərlə, ən son məlumatlarla tanış olduq. Həmkarımız Aydana təşəkkür edirik və biz isə sənətin səsi olaraq öz işimizi davam etdiririk. Bizim isə missiyamız, əlbəttə ki, sənətin səsi deyiriksə, sənət aləminin ən tanınmış simaları ilə, sənətkarları ilə sizi görüşdürmək. Özümüz də görüşürük, maraqlı söhbətlərimiz olur. Mədəniyyət Nazirliyinin və Dalğa FM radiosunun birgə layihəsi olaraq sizin qarşınızdayıq. Verilişlərimizin bütün video buraxılışları isə həm Mədəniyyət Nazirliyinin YouTube kanalında, eyni zamanda bizim radiomuzun Dalğa FM-in də YouTube kanalına da izləmək mümkündür. Musiqi platformalarda hər zaman oradan da bizi tapa bilərsiniz. Spotify, Amazon və Apple-da və eyni zamanda bizim səhifəmizdə daim aktivdir, ixtiyarınızdadır və bizim paylaşımlarımızda da, sosial şəbəkələrdə də, yəni media aləmində nələr olursa, əlbəttə ki, o gündəmə uyğun, əlbəttə ki, biz mövzularımızı, qonaqlarımızı da dəvət edirik və həmçinin də əlbəttə ki, Dalğa FM radiosunun Instagram səhifəsi də daim aktivdir, sizin ixtiyarınızdadır. Sənətin səsində gözəl səs sahibi, gözəl xalq müğənnimiz bugün bizimlədir, Leyla Rəhimova. Xoş gəlmisiniz, Leyla xanım. Çox sağ olun, xoş gördük. Necəsiz? Yaxşıyam, yaxşı olmağa çalışırıq. Yorğunuq biraz. Belə deyək də, el məclislərin sezon finalı sanki bir yaxınlaşır. Tək onu deməzdim. Məclislər də, tədbirlər çoxdur. Bu ay ümumiyyətlə konsertlər, tədbirlər, efirlər, verilişlər o qədər olur ki, ona görə biraz demək olar ki, heç vaxt yoxdur ki, dincəlməyə. Artıq iyun ayında yavaş-yavaş sonuna gəlirik. Bir istirahət planlayırsınızmı özünüz üçün? Yayı harasa getmək, dincəlmək? Açığı nə yalan deyim, dincəlməyi düşünməmişəm. Bir neçə mahnılar var, onların üzərində işləməyi düşünürəm. Məhərrəmlikdə ancaq eləyə bilərəm. Sənət adamları səmərəli istifadə edir zamanla. Bəli. Ola bilər bir həftə falan dincələrəm ki, heç olmasa səsim normal olsun ki, gedim o istədiklərimi eləyə bilim. Ümumiyyətlə, istirahət dedikdə, musiqi ilə mi istirahət edirsiniz? Əlbəttə ki, ən gözəl istirahət musiqidir. Öz ifalarınızı dinləyirsiniz? Yox. Oy, ulduz xəstəliyinə tutulmamısınız. Yox, düzgün deyil axı. Öz ifalarını dinləmək lazımdır. Öz ifalarını dinləyib orada bir nəticə çıxartmaq lazımdır ki, səhv axtarmaq üçün. Səhv axtarmaq üçün. Bəli, mən hər zaman öz ifalarımda səhv axtarmaq üçün nəyi burada səhv elədim, gələn səfər burada bunu belə eləməliyəm deyə qulaq asım. Dəyişmək üçün, nələrisə düzəltmək üçün. İllər əvvəl əslində mən sizin səsinizdə belə deyək də maraq göstərərək diqqətimi cəlb etmişdi. Hələ o vaxt nələr oldu duetinizlə zamanında qismətlə oxumuşdunuz, nələr oldu? Nələr oldu sevgimizdə küstü bizdən. Aygün Səmədzadə idi. Yox, onun sözləri xanım İsmayıl qızı, musiqi isə Cabbar Musayeva. Cabbar Musayeva idi. Sanki belə deyək də, o etap, indiki sizin sanki yenidən sənətə qayıtmağınızla o mərhələdə belə deyək də ilk addımlarınız idi. Bir fasilə oldu arada. Əslində mənim o ikinci dönüşüm idi sənətə. Çünki mən uzun illər Moskva şəhərində yaşamışam, amma Moskva şəhərinə köçmədən öncə mən xanəndəliklə məşğul oldum və mən bir çox xarici ölkələrdə təmsil etmişəm Azərbaycanımızı, xalq mahnılarımızı, muğamımızı, yəni belə. Ondan sonra mən köçdüm Moskvaya, 8 il orada yaşadım və Moskvadan gələndən sonra təzə başladım da elə çıxır ki, yəni sıfırdan. Artıq o ikinci addımlarım idi. Yəni o Leylanı yada salan yoxdurmu, o duetləri ilə yadda qalan? Yəni siz yenidən... Ən çox o səs Türkiyə ilə yadda qalmışam. Amma orada da belə deyək də sanki göründü ki, siz türk mahnılarına, türk musiqisinə belə meyilli bir ifaçısınız. Bu elədirmi? Amma muğam məktəbi keçmisiniz. Yox, mən ilk bəli muğam məktəbini keçmişəm. Çox dəyərli, Allah rəhmət eləsin.
çox dəyərli bizim sənətkarlarımızın ifalarını dinləyərək, onların dərslərində oturub öyrənərək gəlmişəm. Təbii ki, mən müəllimlərim də olub. Buradan salamlayıram hər birini. İlk müəllimim Zabit Nəbizadə olub. Dəyərli sənətkarımız. Salamlayırıq Zabit müəllimi də. İkinci Sevinç xanım Sarıyeva və sonra Arif müəllim Babayev. O da Allah ona can sağlığı versin. Çox dəyərli sənətkarlarımız. Bəli, hər birinə can sağlığı arzu eləyirəm və mən çox dəyərli sənətkarımız, Allah rəhmət eləsin, Axan Abdullayevin sinifində mən o qədər oturmuşam. Mənim mamam onun tələbəsi olub deyə. Hətta, bax onu bilmirdim. Hətta Əlbaba müəllimin də Allah rəhmət eləsin. O zaman Bülbüldə də, yəni mən Bülbüldə oxumuşam. Bülbüldə oxumusunuz. Çünki Ağaxan Abdullayev dediniz, Əlbaba müəllimə də söydünüz. Amma onları Münasib Senalıdan tanıyıram. Ki balacaydım, mamam orada oxuyurdu. Mən də ki həmişə də yanında aparırdı məni. İlk öyrəndiyim, necə öyrəndiyim, mənə öyrətdikləri yox. Sadəcə mən o qədər dərslərdə otururdum. Onlar da tələbələrinə keçirdi. Bizim Bayat Kürd muğamı var da. İlk öncə onu öyrədirdilər. Bəli. Təhsilin bu şeyi elə idi də, yəni. O qədər qulaq asmışdım, öyrənmişdim ki, bir dəfə dedim, mama, mən oxumaq istəyirəm. Axırda bir gün Əlbaba müəllimin sinifində mamam qayıtdı ki, Əlbaba müəllimimiz uşaq oxumaq istəyirdi. Də, gəlsin oxusun görüm. Gəldim, oturdum, bax, beləcə oturmuşam. Dəf də, qaval da ifa edirdim, amma bir əllə. Elə də olur. Elə öyrənmişdim. Onu özümü öyrənmişdim deyə. Hamısını özüm öyrənmişdim deyə. Yəni həvəs o qədər böyük idi. Amma müğənni olmaq həvəsimdə deyildim. Sadəcə musiqini sevirdim deyə. Nə dedi Əli Baba Məmmədov? Mən oturdum, qayıtdı ki, nə oxuyacaqsan? Düşündüyün hansısa bir mahnı. Qayıtıb deyəndə Bayat Kürd muğamı. Danışırsan, neçə ildir deyir, mən uşaqları öyrədə bilmirəm. Həqiqətən də başladım ifa etməyə. Əlbaba müəllim dedi ki, çöndü tələbələrinə ki, neçə vaxt siz gəlirsiniz, bir dənə bu təsnifi belə öyrənə bilmirsiniz. Bu uşaq qəzəli də bilir. Ayaqları da bilir. Əsas dəstgahda ayaqdır. Yəni, ayaq vermək. Ayaqları düzgün eləməlisən. Yəni, mən belə öyrənmişəm də. Və elə başladım. Ondan sonra mən istəmirdim. Amma dəyərli sənətkarlar çox təhdid edirdi ki, mamamı ki, bunun istedadı var, qoyma batsın. Mamam da məni onların sözü ilə ora aparırdı, bura aparırdı, o müsabiqə, bu müsabiqə, ağlayırdım hər dəfə. İstəmirdim. Amma indi yəqin ki, dərin təşəkkürünüzü bildirirsiniz ananıza ki, zamanda o əziyyətləri sizə düzdür yaşadıb, amma demək ki, əziyyəti ananızın çox olub. Amma mən təşəkkür eləyirəm, mən Allahıma da təşəkkür eləyirəm ki, mənə bu səsi verib. Amma o qədər çətin sənətdir ki, yəni düşünürəm ki, yəni olmasaydı daha gözəl olardı. Hətta bugün belə etiraf edirsiniz. Genç də artıq necə deyərlər. Siz artıq bu sənətdə, bu cəmiyyədəsiz və elə belə deyilsiniz də. Yəni sizin artıq sevənləriniz var, sizin səsiniz var, o ürəyiniz var, insanların ürəyinə yol tapmısınız elə ifalarınızla, ona görə də elə bugün də buradasınız, elə ona görə də əminəm ki, dinləyicilərimiz sizi dinləyirlər, zövq alırlar. Onu qulaq asanda insan oxumaq istəyir. İnsanı oxudursunuz, oxutdurursunuz. Bəli, onu bir dəfə Ramal demişdi. Yaxşı. Tədbirdəydik, gəldim, mənə söz verdilər, oxudum, bir də gördüm, çıxdı səhnəyə, dedim, mümkün deyil, özünü saxlamaq. Saxlaya bilmədim. Xüsusən də yaradıcı adam, xüsusən də sənətdən, musiqidən, bəli, Ramal həqiqətən də bir tapıntıdır. Bir nömrədir yəni. Hətta. Mən elə düşünürəm. Düzdür, yaxşı ifaçılarımız həqiqətən də o səbkidə eləncə sənətkarlar çoxdur, istedadlı. Elə biri İlkin Dövlətov olsun, biri Mako adlanır, Mahir Zeynalov, Cəngi qrupundan. Bəli, çox gözəl səs. Mən vurğulayıram bunları, çünki həqiqətən başqa bir aləmdilər də onlar. Yəni, oxuyanlar çoxdur. Eyni səbkidə, eyni düşünüb baxırsan ki, yəni eyni məktəb, eyni yol. Qeyri-adi bir şey yoxdur, amma bu insanlar qeyri-adidir.
Bu insanların səsində də qeyri-adilik var, ifalarında da. Yəni onlar tək oxumur da, onlar yaradır. Bəli, onlar yaradır. Bəli, bəli. Mən Biz bu 3 düzdür çoxdur. Bəlkə də çoxdur. İndi 3-ünün adını çəkirəm, bəlkə də məndən küsəcəklər. Hə, Vüsal Hacıyev olsun. O, bəli, bu Yəni yaxınlarda də- bizim qonağımız olmuşdu. Bəli. Bəli, Vüsal Hacıyev və son dövrlərdə İlkin Dövlətov belə də sanki o da bir sənətimiz üçün bir tapıntıdır, bir Bəli, kəşfdir. bəli. Düzdür, onun da yolu müsabiqədən başladı. Əlbəttə, O da hamısı müsabiqədən. müsabiqədən Bəli, gəlir. yəni ki, müsabiqənin insanın həyat sferasında, sənət yolunda çox böyük təsiri Bəli, olur, əlbəttə demək ki. ki. Yəni bu yaşdan belə deyək də sonra yenidən hansısa bir yarışmaya, hansısa bir çünki müsahibələrdə oxumuşam ki, söyləmisiniz mən musiqimizi beynəlxalq aləmdə təmsil etmək istəyirəm. İllər Əlbəttə. əvvəl söyləmişsiniz. Yəni yenidən qatılarsınızmı? Yenidən yəni elə bir səviyyədə olmalıdır ki, çünki Yəni iri miqyaslı bir yarışma, mən bir özümdən aşağı yaşlarda gedib onlarla artıq o yol keçmişsiniz yarışmacı də. olmaq istəmərəm yəni. Çünki o deyil də yəni. Mən bilirsiniz nə qədər müsabiqələrdən keçmişəm. Təbii Amma ki, ən çox yadda qalan- ən çox muğamdan olub. Muğamdan olub. O uşaq vaxtı keçmişəm də hamısından Hə, mərhələlər. o respublika muğam müsabiqələri Çox olurdu. dəyərli sənətkarların qarşısında mən iştirak etmişəm. Mən bir dəfə Grand Prix mükafatına layiq görüldüm. Orada bizim Sara Qədimova Allah rəhmət eləsin, Vahid Abdullayev. Onlar mı Bəli, dinləyirdi sizi? bəli, bəli. Siz nə vaxtdan oxuyursunuz? Mənə o günləri ilkin deyir. Mənsə bir şey oldu, bir söhbət düşdü. Dedim belə qayıtdı. Ay qız, sənin 1000 yaşın var deyəsən. Siz neçə yaşınız var? Yəni bu gənc yaşda Bilirsin, mən çox tez başlamışam. tez başlam. Tez deyəndə, yəni 5 yaşından yaşından da yəni başlamışam. artıq özünüzü Və mən 5 yaşından bilirsiniz necə musiqiləri ifa etmişəm? Mən dini əsərlər ifa etmişəm fars dilində. Bəli, qəzəlxanların tədbirlərində iştirak eləmişəm. Elə olub. Sırf qəzəlxanların. Çünki elə əsərlər yazılırdı qəzəllərlə də. Bəli. Və onlara yazılmış əsərlərin bizim o vaxtı çox gənc olmasına baxmayaraq çox istedadlı bir bəstəkar var idi. İndi bilmirəm var yoxsa. Kimdir o? Əli idi. Familiyası yadımdan çıxıb. O çox möhtəşəm, amma əsər yazırdı. O mahnı yazmırdı. O qəzəllərə yazırdı. Fars dilində, dini, bir dəfə hətta yadımdan çıxmaz heç. Allah rəhmət eləsin, dəyərli sənətkar, bəstəkar Ramiz Mirişli. Biz getdik ona göstərdik. Gəldim mən də belə balaca. Dedi, ay qızım, get sən kukla mahnısı oxu. Uşaq mahnısı. Sənin yaşını hələ çatmır, dərk edirsənmi? Bu nədə oxuyursan? Yəni uşaqlıqdan siz belə ağır mövzulara, Çox ağır sözlərə, yəni bu indi deyil, yəni bu sənət həyat sizi gətirmədi bura. Yox, Siz çox özünüz ağır. gəldiniz bu. Bəli, çox Bəli. ağır musiqilər, ifalar yəni etmişəm və heç vaxt da bir dəfə də birini qoyub birini danışacağam. Mənim də heç vaxt yadımdan çıxmır. Nə yaxşı ki, mən o illərdə başlamışam və çox dəyərli sənətkarları görmüşəm mən. Yadımdan çıxmaz, Allah rəhmət eləsin, Tofiq Quliyev məni şəxsən özü müşahidə eləyib. Yəni budur. Bax gəlib ilk bahar bu kino filmində Bəli, bəli. Aha, bax, gəlir. Şəxsən Tofiq müəllimin çox yaşlı vaxtları idi, amma özü şəxsən ifa etmişdi. Ay, mən bu gün şok oldum. Yəni həqiqətən də danışmamışam da burada danışıram. İlk dəfədir bunları danışırsınız. Bəli, mən ilk Yəni mən dəfədir. bunu ilk dəfədir eşidirəm və bu şok açıqlamalardır. Mənə gəlib Ona bizi görə danışmıram ki, deyəcəklər bu yəqin bir 60 Yox, göz qabağı, göz önündədir ki, cavan bir xanım ifaçısız, amma həqiqətən də yəni bu bir şans idi ki, sizin hər iki kəsə qismət olmur ki, ona görə o belə deyək də siz bu gün ifa edəndə hiss olunur ki, insan məktəb keçib, insanın bundan ən az belə loru dildə desək başı çıxır, xəbəri var. Sənətkarların həmişə müsbət rəylərini almışam mən. O deyirəm Grand Prix mükafatında. Bəli, bəli. Mən bitdi yarışma, müsabiqə bitəndən sonra Sara xanım var. Hamısı gəldi ki, bu mənim tələbəmdir. Heç kimin də tələbəsi deyiləm. Samovuçkayam mən. Yəni özüm öyrənmişdim. Həvəskar idiniz o vaxt. Həvəskar idim. Mən heç kimin yanına gedib muğam öyrənməmişdim. Düzdür, mən o vaxtı Bəli. Allah rəhmət eləsin, o vaxtı Qarabağ bülbüllərindən
mən ifa edən Sədi Məmmədov var idi. Aha. Mən onun yanında elə bil işləyirdim deyə el məclislərinə 9 yaşımdan mən başlamışam da toylara. Yəni getdim. toylara da gedirdiniz uşaq yaşlarından. Uşaq yaşlarımdan getmişəm, 9 yaşımdan. Onun yanında getmişəm. Yəni görmüşəm, məktəb görmüşəm yəni. Yəni o toy məktəbində görmüsüz. Toy məktəbində görmüşəm. Sədi Məmmədov da elə belə ifaçı deyildi. Yəni Qarabağlı olaraq. Ümumiyyətlə Qarabağ Bülbülləri ansamblında Bəli, yolu keçən bəli. hər kəs bir sənətkar adını bu gün Əlbəttə. daşır. Yəni sizin Mən sənətiniz ondan barədə gedib müsabiqədə muğam oxumuşam və oradan çıxandan sonra Arif müəllimin də hələ necə mənim tələbəm olacaqsa, onu da danışacağam sizə. Bəli, Vaxt olsa bəli. təbii. Vaxt var. Danışın, sonra bir səsli mesajımız olacaq. Arif Babayev dedisə, bu yaxınlarda Arif Babayev günləri keçirildi. Möhtəşəm konsertlər oldu onun yubileyi ilə əlaqədar və sizi orada görəndə, Bəli. sizin adınızı orada görəndə, sizi görəndə və çox əslində bəlkə də çoxları təəccübləndi ki, Leyla Rəhimova, Arif Babayev xanımı. Sən deməklə siz o zamanında elə muğam məktəbini keçmisiniz. Nə söyləmişdi bizim canlı əfsanəmiz? Deməli, ilk dəfə məni bir tədbirdə görmüşdü. Orada bir şey oxumuşdum. Yar bizə qonaq gələcək, Seyid Yasin çox sıx oxumuşdum, xoşuna gəlmişdi. O bu dedi, mənim yanıma gəlməlisən, sən mənim yanıma gəlməlisən, gedirdim də. Allah ona can sağlığı versin, çox yaxşı insan idi. Çox sevirəm onu. Yəni o da bugün görüb sizi əlbəttə ki, fəxr edir. Konsertdə də elə mən verilişlərin birində, daha doğrusu bir neçə verilişdə onun adını çəkmişdim deyə demişdi, ay Leyladır, Leyla. Həmin o Leyladır. Çağırın yanıma. Gəlsin o da konsertdə çıxış etsin. Yox, onun evinə getdim, görüşdüm. Sonra ilk konsertində mən iştirak eləməmişdim. Mənə bir dəvətnamə vermişdi. Şəxsən onun yanında elə görmüşdü, oturmuşdum. bəli, onun yanında əyləşmişdiniz. Amma sonradan sonra hərdə ikinci çıxış konsertdə etdiniz. artıq məndə salmışdılar. Arif müəllim deməli bir dəfə küsdü. Müsabiqənin birində qayıtdılar ki, Əlbaba müəllimin tələbəsi. Mən Əlbaba müəllimin də yanına yedim. Amma elə bilirdi mən Əlbaba müəllimin tələbəsiyəm. Küsmüşdü. Sən mənim Deyirdim, vallahi mən deməmişəm də. Çox görüblər Əlbaba müəllim. Əlbaba müəllim də mənə o qədər çox istəyirdi, indi istəməsin. Yəni hər birinin kim görürdü deyirdi mənim tələbəmdir. Heç kimin də tələbəsi deyildim əslində. Amma indi bax illər sonra ən çox kimdən öyrəndiniz? Bax Əli Baba Məmmədovun adını çəkdiniz, Arif Babayev, Ağaxan Abdullayev. Hər birindən nəsə götürürsünüz. Amma ustad özünüzə kimi görürsünüz. Çox öyrənməmişəm, az da olsa. Çünki bu sənət elə bir dəryadır ki, öyrənsən də elə öyrəndikcə öyrənirsən. Mənim gərək o qədər illərim olardı ki, mən onlardan nəsə öyrənəm. Allah ömür versin. Amin. O qalanlarına Allah rəhmət eləsin. Onlar bəlkə də yaşasaydı hələ də biz öyrənirik. Zaten onların zapislərinə biz qulaq asırıq. Bu gün artıq şərait imkan var ki, onların lent yazıları qızıl fondda qorunub saxlanılır və oradan da dinləmək mümkündür. Onları təkrar eləmək mümkün deyil. Bəli. Çünki onlar bir dənədir. Hər biri bir dənədir. Əvəz olunmazdır. Təkrarsızdır, bəli. Yeni ola bilər, yeni yaxşı məsəl, amma onlar başqadır da, yəni mənim üçün. Elədir, elə sənət aləmi üçün də elədir. Onların yeri başqadır və dəyişilməzdir. Əlbəttə ki. Bizim bir səsli mesajımız var. Görək kim sizi salamlayır. Salamlar. Leyla necəsən? Gülürsən? Çox sağ ol, çox sağ ol. Mən də yaxşıyam. Leylanı çox istəyirəm. Leyla sənəti ilə şəxsiyyəti paralel olan sənətkardır. Yəni, rahatlıqla sənətkar sözünü mən deyə bilirəm. Çünki Leylanın öz dəsti xətti, öz yolu var. Uşaqlıqdan bilirəm ki, professional səhnədədir və öz yolunu, öz dəsti xəttini heç vaxt dəyişməyib. İndi də o yolundan davam edir. Onun çox böyük sevənləri var. Yəni, böyük dediyim ölkəmizdən kənar bütün Türk dünyasında demək olar ki, Leylanı tanıyırlar. Onun uğuru hər birimizin uğurudur. Və mən arzu edirəm ki, daim Azərbaycan səhnəsində qalsın, fəaliyyət göstərsin. Yoxsa onun qədrini bilməsəz, o bir də gördünüz ki, çıxdı getdi, başqa ölkədə səhnə aldı. Çünki onun istedadı gedəcəyi yerdə həmişə onun üçün yaşıl işıqdır. Təbrik edirəm Leylanı. Qazandığı uğurlar münasibəti ilə mən ona inanıram, həmişə də yanındayam. Leyla səhnədə necədirsə, şəxsi həyatda da, yəni sadə, səmimi bir insandır. Bu hər artistə, hər ifaçıya qismət olmur. Bu da bir nemətdir. Ona görə ayrıca mən təşəkkür edirəm bu sadəlik, səmimiyyəti üçün. Yaşa, yarat, biz dostların da və sevənlərin də sevinsinlər.
Bəli. İlkin. Təşəkkür Bahəm, edirəm. bahəm. Əslində bir Necə məqama mənə tanıyır? mən də onu söyləyəcəkdim. Əslində bir dəqiqənin içində o qədər maraqlı sözlər, yəni əsasları sığdıra bildi. Demək ki, bu insan sizi çox yaxşı tanıyır ki, yəni o bir dəqiqəyə bütün hər şeyi sığdıra bildi. Qədrini bilin, sadəliyinizi söylədi. Yoxsa çox O qədər gedəcək. demişəm ki, yanında. Bəli, əslində bir sevindirici məqam da odur. Yəqin özünüz də bunu fərqindəsiniz ki, bir səhnəmizdə sanki bir boşluq var idi. Bir uzun illərdən bəri sanki mən etiraf edəcəm, Aygün bəylərin gedişindən sonra sənətimizdə mən belə düşünürəm ki, şəxsi fikrimdir. Bəli, bir sanki bir pauza oldu, bir durğunluq yarandı və yenidən müsabiqələrdən bunu da qeyd edək, yəni dövlət televiziyamız, ictimai televiziyanın da burada əlbəttə ki, əməyi çoxdur. Müsabiqələr keçilir və səhnəyə həm İlkin Dövlətovun gəlməyi, həm də sizin qayıtmağınız, yəni siz də çıxıb getmişdiniz. Yəni o boşluğu doldura bildiniz. Yəni bugün bu çox sevindirici bir haldır. Çox deyirlər bu sözləri. Elə, demək ki, eşidirsiniz bunu. Bunu mən o qədər eşitdim. Yəni mən 2 ildir də artıq Azərbaycandayam. Bəli. Düzdür, 2 ilin son bir il demək olar da, 1 il yarım falan. Bizim hətta duetimiz İlkinlə. Bəli. O yəni səs-küy yaratdı. Səs-küy yaratdı və dedilər. O boşluğu elə bil ki, boşluq yaranmışdı. Elə bil xalq elə bil acı idi. Bəli. İfaçı istəyirdi, bir səs eşitmək istəyirdi və bir sənət görmək istəyirdi. Performans, nə bilim, rəqs, hər şey öz yerində. Yəni bütün bunlar gəlib keçərdi. Amma sənət nümayiş etdi. Hər kəs canlı ifa eşitmək. Canlı ifa hər kəs təqdim edə bilmir. Və onu İlkin də yaratdı və təşəbbüs gəldi ona. Siz çox belə qəribə bir situasiya oldu. Əslində mən çox sevinirəm və çox xoşbəxtəm ki, bu şey baş verdi. Yəni yollarınız kəsişdi. Bəli. Çünki biz onları ayrılıqda biz ayrı oxuyacaqdıq. Bəli, İlkin danışmışdı bu haqqda, qismət. Çox belə qəribə bir şey oldu. Mən buradan salamlayıram bizim dəyərlimiz xanım İsmail. Bəli, salamlayırıq. Həm şairə, həm bəstəkar, həm insan olaraq. Gözəl bir xanım. Bəli, və Nail Nayiboğlu. Çünki onun o konsert ki gerçəkləşmişdi. Onun elə bil ki, o da fikrini. İdeya müəllifi o idi deyə. Və birdən mənə zəng elədi ki, ay Leyla, çünki İlkinin də səfəri mən də dedi, bəs İlkinlə oxuyarsan bunu. Elə bil ki, mahnı qalıb, biz də elə Bakıdayıq da. Orada tək-tək alınmır. Bəli. Dedim, mən niyə oxumuram ki? Mən də İlkinin eşitmişdim, o Səs Azərbaycandan eşitmişdim. Bir də ki, Avroviziya. Bəli, orada da ki, səsinə bələdiniz, istedadına bələdiniz. Hə, yəni uzaqdan da uzağa, yəni bir var idi da, yəni dinləyici kimi çox sevirdim, yəni. Dedim, nə gözəl, maraqlı olar. Özümdə maraq yarandı ki, məsələn, məncə çox maraqlı bir şey olar. Həm də özüm də hətta tutmuşdum ki, bu nəsə bir səs salacaq. Yəni var idi, hiss etmişdiniz. Bəli, mən onu hiss etmişdim. Amma xanım İsmail qızı bizdə qonaq olarkən, o da onun bir hesabat konserti idi, yəni ömrün xanım fəsli və söyləmişdi ki, o qədər gözəl ifaçılar var idi, o qədər o ötən illərin nəğmələrini yeni təqdimatda. Deyirdi ki, mən bu mahnıdan gözləmirdim. Mən o mahnılardan, o ifaçılardan gözləyirdim. Amma siz, çünki siz onu ürək qoydunuz ona. Özümə görə yox. Həqiqətən mən İlhamə xanımın, Allah rəhmət eləsin. Mən bunu mənə göndərəndə bu mahnını, mən dedim, nə gözəl mahnıdır bu. Yəni bu həqiqətən belə də deyəcəm, bir peçat mahnıdır. Bəli, möhürünü vurub bunu. Bəli. Bunu Nurjin bunu ifa eləyəsən və bu tutmasın, o mümkün deyil. Amma həm də risk edir. İlhamə Quliyevadan sonra oxumaq onu. Əlbəttə. Və ifaçıdan da çox şey yazsın. Bəli. Xanım İsmail qızının da fikirləri var. Sizin haqqınızdan görək nə deyir. Hər vaxtınız xeyir. Mən sizi və dinləyicilərinizi salamlayıram.
və bilirəm ki, bugün sizin qonağınız Leyla Rəhimovadır. Leyla çox istedadlı bir ifaçıdır. Çox gözəl səs imkanları olan, çox böyük ürəyi olan ifaçıdır. Məni Leyla Rəhimova hələ uzun illər bundan əvvəl cəlb eləmişdi. Onun səsi, ifası mənim sözlərimə bir mahnı oxumuşdu. Çox bəyənmişdim. O vaxtı onun ilk addımları idi. Sonra Leylanın o Türkiyədə o səs yarışmalarında onun uğurlu çıxışlarını dinlədim. Qürur hissi keçirtdim ki, bizim bir Azərbaycanlı qızımız necə də o Türkiyədə münsifləri heyrətləndirə bildi. Leyla çox böyük gələcəyi olan ifaçılarımızdandır. Mən ona ancaq yaradıcılıq uğurları arzu eləyirəm. Mənim bir bəstəkar kimi Leyla ilə bilavasitə iş birliyim də keçən ilki mənim Ömrün xanım fəsli yaradıcılıq gecəmlə bağlı bu birlik yarandı və orada mənim Ağla mahnımı ifa etdi Leyla. İlkinlə bir yerdə və çox böyük bir sevgiyə səbəb oldu o mahnı. O mahnının yüzlərlə, minlərlə dinləyicisi oldu və doğrudan ürəklərə yol tapdı və mən bir daha sevdim Leylanı. Leyla yaxında yəqin ki, bizim bir yeni işimiz də olacaq inşallah və onun hər bir o yaradıcılığında o irəliləyişləri məni sevindirir. Çünki istedadlı gənclər çox olanda düşünürsən ki, gələcək etibarlı əllərdədir. Mən Leylanı öpürəm. Ona bol-bol yaradıcılıq uğurları arzu edirəm. Şəxsi həyatında uğurlar arzu edirəm. Arzu edirəm ki, həyat hər mənada ürəyicə olsun. Öpürəm və yaradıcılığı yeniliklərlə dolu olsun və inanıram ki, elə də olacaq. Bəli. Necə sənətkarlarla çalışıb xanım İsmayıl qız, yəni ki, o da kimləri görüb, kimlərlə işləyib, kimlərlə uğurlu işbirliyi olub. Və ikinci xanım müəllimənin Gecələr mahnısını məni ifa Bəli, ona da gələcəyik. Bəli, bu siz amma onu verilişlərdən birində oxumuşdunuz. Hazırlıqsız idi. Mən də belə başladım. Hətta o qədər izləmişəm ki o videonu. Görürəm ki, xanım İsmayıl qızı yanınızda eləşir. O sözləri deyirsinizsə, amma siz yəni ki siz artıq bilirsiniz o sözləri. Yox, deməli mən bu sözləri internetdən tapdım. Çünki mən o mahnını ifa eləməmişdim. Sevdiyim mahnı idi. Bəli, eşitməmişdik onu. Mətanət İskəndərli də möhrünü vurub ora. Mən çox sevirdim Mətanət xanımın ifasını. Və o da bizsiz necə oldu? Onu da danışıb sonra. Deməli, xanım müəllimə dedi ki, Leyla, bəs duet efirə çıxacaq, sizdə bir dənə duetdə, sənin tək ifanı yoxdur da, mənim repertuarımdan təzə mahnı var, amma elə oxumamışam. Dedi, nəsə bir şey, ya ayrılıq beləmi olur, ya da gecələr. Dedim, ayrılıq beləmi olur, bəlkə minusunu taparam, oxuyaram, sonra nəsə o alınmadı. Dedim, bəlkə elə gecələri bir kuplet oxuyaram. Dedi, bəs necə olacaq? Dedim, heç nə musiqiçilərlə bir dənə elə məşq eləyərik. Reklam arası bir dənə tanallığı dedim musiqiçilərə. Yalnız reklam arası o hazırlıq oldu. Səsim də bax belədir. Səsim də belə çıxır, danışırım. Yapırçılıq. Amma çox qəribə bir şey oldu. Bir vəh gəldi sizə, bir nəsə sizə ilham pərisi. Ondan qabaq xanım müəllimə bir şiir dedi. O şiirdə mən çox kövrəldim. O kövrək səslə oxumuşam. Əslində kövrələndə adam oxuya bilmir. Əksinə olur, bəli, o boğulur insan. Mən boğulmuşdum, səsimdə tutulmuşdu. Onsuz da işləmirdi səs. Çox oxumuşdum deyə ondan qabaq. Və orada o xanım müəllimə şeir deyəndə mən kövrəldim. Onun ardınca da Mətanət xanım dedi ki, hə Leyla, bəs sizdən bir ifa alacağıq. Mən də deyə bilmərəm, axı mən indi oxuya bilmərəm. Çox qəribə oldu. Mən efirdən sonra çıxdım, gördüm ki, bütün sayt. Aləm o ifadan danışır, dinləyir, paylaşır. Çox möhtəşəm olmuşdu. Bəli, mən elə onu deyəcəm, məncə onu siz lentə alın. Mütləq. Hələlik isə o səs-küy salan mahnı bayaqdan fonda gedir. Bir qısa bəli, fraqment eşidək, daha sonra davam edək.
Yavaş-yavaş artıq yekunlaşdıraraq ifalarınıza diqqət yetirəndə o görürsən ki, o mahnıları necə içdən keçirirsiniz, necə içdən özünküləşdirirsiniz, yaşayırsınız bunu. Bəlkə də çox insanlar elə bilir, o insanın həyatında baş verənlərdir ki, onu vadar eləyir belə oxumağa, amma bu peşəkarlıqdır. Yəni siz bunu yalnız o mahnını özünküləşdirərək, mənimsəyərək bunu bir sənət əsəri yaradırsınız. O qədər elə oxumuşam ki, deyirlər öz həyatından. Bəlkə də o qədər elə oxuyaraq mən öz həyatımı elə gətirmisiniz onu. İndi gəlin mövzuları dəyişəsiniz bəlkə. Siz o yarışmaya da çıxanda o özlədimi necə oxudunuzsa, insanlar dedi bu kimi özləyir. Nə qədər mahnı seçmişdik də. Prosta mən getdim otelə, mən oxutdurdular da bir neçə mahnı. Gəldim otelə, bir də gördüm mesaj gəldi ki, sən özlədim oxuyacaqsan. Ay da dedim, vəsə mənə dönməyəcək. Amma nə oldu? Amma nələr oldu? Gözüm belə deyirlər. Bəli, bəli. Bir də baxdım ki, gözümü açanda bəli, hamı dönüb və amma bir məqamı da söyləyəcəm. Düzdür, o sizin sənət yolunuzda çox böyük bir yeri oldu. Amma istəməzdim o mahnı da, yəni o yarışma ilə daha çox tarixdə indi belə yaddadır. Çünki siz bayaqda o qədər sənətkarların adlarını söylədiniz. Tofiq Quliyev, yəni Ağaxan Abdullah, Əli Baba Məmmədov, Arif Babayev. Arzu edirəm ki, sənət yolunuzda elə əsərlər olsun ki, elə uğurlarınız olsun ki, məhz Azərbaycan sənətkarların adı ilə sizin adınız yan-yana hər zaman çəkilsin. O da mənim səhvim oldu. Mənim bu 8 il Moskva, 7 il Amerika. Bir qədər uzaqlaşdınız. Bu iki ara mənim sənətimdə elə bil ki, məni vadar edir sıfırdan başlamaq. Moskvadan qayıdandan sonra da sıfırdan başladım. Amerikadan qayıdandan sonra da sıfırdan başladım. Bu mənim artıq sənət yolumu biraz geriləməkdə səbəb oldu. Amma yenə də gec deyil. İndi artıq sıfırdan başlamamısınız. İndi o qədər sizin yaş o deyil də. Həm yaş o deyil, həm də təcrübə o deyil. Yox, sizin həm də təcrübəniz o qədər böyükdür ki, yəni sizin belə də o sənətkarlarla ünsiyyətdə olmaq ixtiyarınız yoxdur. Başqa cür nəsə, yəni yarımçıq qoyasınız, nə bilim, və yaxud yolunuzu dəyişəsiniz. Uğurlar arzu etmək istəyirəm sizə. Daha çox elə bir sözə fikir verirsiniz, yox? Yəni sanki fikir verirəm, amma sözlərin bir mənası olmalı. Yəni sözlər sizi tutmalıdır. Əlbəttə. O da uşaqlıqdan o qəzəliyyatın təsiridir, hə? Mən bir şey vurğulayacağam. O vaxt Məcmə Şura var idi. Hacmayıl, Həkim Qəli. Bəli, o böyük qəzəlxanlar. Bəli, qəzəlxanların oturduğu yer mənim mamam da gedirdi. Çünki yazırdı mənim də mamam bir qaralayırdı şeirlər. Sizi bir gün ananızla çağırmaq lazımdır. Onu da bir göndələr var. Ay maşallah. Nəvələri var, bəli, Allah qorusun. Yəni mən o qəzəlxanların içində də oturmuşam. Bəli. Mən öyrənmişəm onların. Hətta o qədər oturmuşdum ki, bir şeir də yazmışdım. Uşaq idim, hardasa bir 10 yaşım, 11 yaşım var idi. Oturdum, o qədər şeiriyyatdan danışırdılar. O şeirlərin yaranması, hər bir şeydə. Hər həftə biz gedirdik orada, məmam məni daşıyırdı. Amma indi anlayırsınız ki, o məclislər, o məclisin üslər, onlar necə böyük, təəssüf, bəli. Bugün yoxdur. Onlar da yoxdur, hamısı rəhmət. Onlar da gedib, bəli. O şeiri necə xatırlayırsınızmı? Yox, çünki balaca bir vərəqə yazmışdım, anam haqqında yazmışdım. Yenə də ana haqqında. Anaya yazmışdım, oturdum, o gəldi aklıma. Sizin o ana ifanız da, ana haqqınızda ifanız da çox Türkiyədə, bəli. O ilk yarışmaydı, o səsdən qabaq. O ilk yarışmaydı. Nə qədər yarışmalarda sizi? Orada ikinci oldu. Kənanda olmuşam nöqtəra. Ay, o qədər zəngin yaradıcılığınız var ki. Hərdən deyirəm ki, mən oturub öz həyatım haqqında bir film də çəkdirə bilərəm. Bəli. İstər bütün də mənim o filmim çəkilsə, o qədər insanlar ağlayar. Bunu bilirsiniz, məncə bir musical şəklində bir konsert kimi, nəsə, mənə vaxt gəlib artıq bir solo konsert verəsiniz. İnşallah, bəli, onu düşünürəm. Düşünürsünüz? Düşünürəm. Bu arada ilkindən olan konsertimiz ayın 20-si olacaq. Bəli, çox insanlar eşitmişdi və söyləyək ki, tarix dəyişib 20 iyul
iyul sizin ilkinlə Bəli. duet konsertiniz olacaq. Uğurlar arzu İnşallah, edirik. çox sağ olun. Bir də mən bilirəm ki, bizim verişimizi sonradan izləyəcəklər Yeri Gəlmişkən Mədəniyyət Nazirliyinin YouTube kanalına, Dalğa FM radiosunun YouTube kanalına. Oradan söhbətləri izləyə-izləyə gəlib axtaracaqlar ki, yəni görüm o canlı ifa yeri hanı, o canlı ifa yeri hardadır. Səsim qaldı. Bir nəsə qısa bir zəmzəmə. Orada o düzdür gecələr oxuyanda da səs işləmirdi, amma nələr yaratdınız. Nə bilim, o da Çox qısa Bəli. olaraq nəsə çox istərdik eşitmək. Küçələrə su səpmişəm. Səsim heç işləmir amma. Küçələrə su səpmişəm. Yar gələndə toz olmasın. Yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin. Elə gəlsin, elə getsin. Aralıqda söz olmasın. Aralıqda söz olmasın. Təşəkkür edirik. Səsinizi qoruyun. Hələ Səsinizi bundan sonra mən zapisə getməliyim. bugün hələ səs yazmanız var. Amma səsinizi qoruyun. Həqiqətən də çox gözəl səs tembriniz var. Burada əlbəttə ürək də öz sözünü deyir. Yəni səs olaraq ürək olmasa, o məktəb olmasa, Ürək hər şey olmasaydı bəli. O sənin Ürək çox əsərləri böyük yarar. olaydı. Bəli. 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 Sonda isə öyrətməməli mahnısı olacaq. Bəli, yeni ifalarınızdandır. Bəli. Bunun ilk ifaçısı Zakir Əliyev, bizim əməkdar Aa, artistimiz. Zakir müəllimi də Bir neçə ay salamlayırıq. bundan qabaq ifa etdi. Çox sevdim Zakir müəllimin ifasında. Bəli. Bir də mənə apardı ki, icazəmi aldım, oxudum. Alanlığını almısınız. Bir də Zakir müəllim elə insan deyil. Amma Yox, elə gözəl oxusaydınız da, insandır ki, Zakir yəni o müəllim. oxusaydınız da, deməsəydiniz də belə o Demək əminəm ki, lazım. belə, amma demək Zakir lazımdır. müəllimdən icazə Bəli, almaq çox doğru. lazım. Qayda Həyat qanunu var, sərkərdarlığı bəli. var. Elə bu ifadə də yekunlaşdırırıq. Təşəkkür edirəm bir daha Leyla. Var Çox olun. sağ olun. Gittim her yerde önüme çıkıp ne olar özüne öğretmemeni. İnan bu tenhalık kalbimi sıkır. Sen Allah bu kadar köreltmemeni. İnan bu tenhalık kalbimi sıkır. Sen Allah bu kadar köreltmemeni. Yüreğim açılır hoş söz deyəndə. Səni unutmağım mümkün olmaz. Bu ürək bir dəfə sevir sevəndə. Sensiz aşıqinin bir günü olmaz. Yüreğim açılır hoş söz deyəndə. Səni unutmağın mümkün olmaz. Bu ürək bir dəfə sevir sevəndə. Sensiz aşıqinin bir günü olmaz. İhtiyac duyuram her zaman sənə. Mənimlə danışıb mənlə güləsən. Adi bir zəngində bəs edər mənə. Sensiz darxıram bunu biləsən. Adi bir zəngində bəs edər mənə. Sensiz darxıram bunu biləsən. Yüreğim açılır hoş söz deyəndə. Səni unutmağın mümkün olmaz. Bu ürək bir dəfə sevir sevəndə. Sensiz aşıqinin bir günü olmaz. Yüreğim açılır hoş söz deyəndə. Səni unutmağın mümkün olmaz. Bu ürək bir dəfə sevir sevəndə.
aşıqinin bir günü olmaz. Sensiz aşıqinin bir günü olmaz.